أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين خالق خلائق الأجمعين الأول الآخر والظاهر الباطن والحي الذي لا يموت ثم الصلاة والسلام على البشير النذير والسراج المنير الطهر الطاهر المنصور المؤيد أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين فلعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الحكيم في كتابه محكم الكريم: بسم الله الرحمن الرحيم أفلا يعلم إذا بعثر ما في القبور وحصل ما في الصدور. صدق الله العلي العظيم. وقال رسول الله صلى الله عليه وآله وسلم: تفكر ساعة خير من عبادة سنة. صدق رسوله مختار النبي الكريم. والسلام عليكم ورحمة الله وبركاته. Əziz və hörmətli möminlər, sizin hər birinizi Uca Allahın adı ilə salamlayır, cümə gününüzün mübarək olmasını Uca Rəbbimizdən diləyirik. Bugünkü söhbətimiz maraqlı bir mövzuya həsr ediləcəkdir. Xütbəmizin mövzusu təfəkkür mövzusudur. Təfəkkür, düşüncə və onun batini dünyamıza təsirləri. Bu xütbəni söyləmək üçün bir neçə mühüm məsələyə diqqət göstərəcəyik. Birincisi, təfəkkürün mahiyyəti nədən ibarətdir? Quran və hədis təfəkkür mövzusunda nə buyurubdur? İkinci mühüm bir məsələ, bizim təfəkkürümüzün daxili dünyamıza, mənəviyyat dünyamıza nə kimi təsirlərinin olub-olmaması məsələsi və nəhayət hamımızı daha da dərindən düşündürən bir nöqtə. Görəsən bizim düşüncələrimizə, bizim təfəkkürümüzə görə qiyamətin günündə Uca Rəbbimiz bizdən haqq hesab çəkəcək, bizə cəza verəcək və ya mükafat verəcək, ya yox. Bu da çox önəmli bir məsələdir. Çünki bu mövzuda Qur'an-ı Kərimdə, o cümlədən də məsumlarımızın mübarək kəlamlarında deyimlər, ayə və hədislər vardır. Böyük alimlərimiz, təfsir və hədis şünaslarımız bu mövzuda kifayət qədər öz nəzərlərini irəli sürüb, ayə və hədisləri təhlil ediblər. Gəlin əvvəlcə baxaq görək, təfəkkür dedikdə nə nəzərdə tutulur. Bildiyiniz kimi, Qur'an-ı Kərimdə bu mövzuda çox saylı ayə vardır və hətta təfəkkür, tədəbbür, təzəkkür, təşurun və s. bu kimi ayələr əlbəttə ki, yerinə görə fərqli məna çalarlarına malik olsa da, ümumi olaraq deyə bilərik ki, təfəkkür mənasında, düşüncə mənasında sinonimləşmiş sözlərdən ibarətdir. Uca Rəbbimiz Qur'an-ı Kərimdə Ali İmran surəsinin 190-cı ayəsində belə buyurur: Bismillahirrahmanirrahim. İnnə fi xalqis səmavati vəl ardi və ixtilafil leyli vən nəhari لآيات لأولي الألباب.
Şübhəsiz ki, gecələrin və gündüzlərin, yerlərin və göylərin yaranmasında, gecə və gündüzün bir-birlərini əvəz etməsində ağıl sahibləri üçün, təfəkkür sahibləri üçün gözəl dəlillər, gözəl nümunələr vardır. Bu ayə kontekstindən məsələyə yanaşdıqda biz görürük ki, bu və bənzəri ayələrdə uca Rəbbimiz təfəkkür dedikdə insanın hadisələr, yerlər, göylər, bir sözlə uca Rəbbimizin xilqətini özündə əks etdirmiş hər bir varlıq haqqında düşünməyimizi və düşünərək nəticə çıxarmağımızı istəyir. Bu ayə bizi təkcə təfəkkür etməyə deyil, düşünməyə deyil, bununla bahəm həm də nəticə çıxarmağa sövq edir. Bu ayə onu göstərir ki, hər bir möminin mühüm xüsusiyyətlərindən biri də kainatın öz xilqətindən tutmuş yerlərin, göylərin xilqətinə, gecə və gündüzlərin bir-birlərini necə əvəz etməsinə qədər olan bütün hadisələri, bütün varlıqları ağıl süzgəcindən keçirib Allahın bu sonsuz qüdrəti qarşısında düşünməyimizi və özümüzün zəif bəndəçiliyimizi iqrar etməyimizi bizdən istəməkdədir. Deməli, uca Rəbbimiz bizi ona görə təfəkkürə sövq edir ki, təfəkkür vasitəsi ilə bizim niyyətimiz paklanmış olur. Niyyətimizin paklanması nəticəsində isə bizim əməllərimiz Allah istəyən, Allahın razı qaldığı əməllərə çevrilir. Deməli, yaxşı təfəkkür, yaxşı düşüncə yoxdursa, yaxşı niyyət ola bilməz. Yaxşı niyyət yoxdursa, yaxşı əməl sahibi ola bilmərik. Ona görə də niyyətdən qabaq təfəkkür, düşüncənin təmizliyidir desək, heç də bu fikrimizdə məncə yanılmarıq. Ona görə təfəkkür, təfəkkürüvə görə niyyətün, niyyətüvə görə də əməlün. İnnəməl ə'malu bin niyyət. Əməllərin hamısı niyyətlərə bağlıdır deyə buyurub Peyğəmbərimiz. Şübhəsiz ki, ayə və mövzu ilə bağlı hədisləri təhlil etdikdə biz görürük ki, niyyətimizin özü də bir növ sanki bizim düşüncəmizə, bizim təfəkkürümüzə qayıdır. Oradan qaynaqlanır. Və ona görə də bayaq diqqətinizə ərz etdiyim Peyğəmbərimizə aid olan hədisdə bir an və ya bir saat düşünmək bir illik ibadətdən daha xeyirlidir deyə buyurur Peyğəmbərimiz. Deməli, əgər biz düşüncəyə dalarıqsa, kainatın, özümüzün, varlıqların bir sözlə ilahi qüdrətin mahiyyəti haqqında düşünəriksə, bu bizim niyyətimiz nəticəsində əməlimizi təmizləyəcək və buna görə də Peyğəmbər salavatullah buyurdu ki, bir saat düşüncə, bir saat təfəkkür, bir illik ibadətdən daha xeyirlidir. Xayrun min ibadəti sənə, bir illik ibadətdən çox xeyirlidir deyə buyurmaqdadır. Baxın, təkcə bu hədis kifayət eləyir ki, deyək, bizim bir il gecələri ibadət, namaz, gündüzləri oruc halında keçirməyimizdən daha üstün olmasını
Peyğəmbərimiz bu hədisində buyurmuş olur. Xatırladım ki, hədis səhihdir. Əllamə Məclisi Biharul Ənvar əsərinin 70-ci cildində bu hədisi nəql etmişdir. Deməli, bu hədisin sadə təhlili onu göstərir ki, əziz möminlər, dərk olunmamış ibadətin bizim əməl dəftərimizdə heç bir yeri yoxdur. İbadətin özü idraka, təfəkkürə, şuura istinad etməlidir. Şuursuz, dərksiz, mahiyyətinə varmadan edilən ibadət, Peyğəmbər salavatullah buyurur ki, bir il olsa belə bir faydası olmaz. Bir saatlıq idrakin, bir saatlıq təfəkkürün müqabilində. Başqa bir hədisdə müttəqilərin imamı mübarək bir kəlamında buyurur ki, Leysəl ilmu bi kəsrətit təallüm. Elm çox oxumaqla, çox öyrənməklə əldə olunmaz. İnnəmə huvə nurun yəqzifuhullahu fi qalbi mən yurid. Elm bir nurdur ki, Allah onu istədiyi şəxsin qəlbinə ilham edər, qəlbində yerləşdirər. Hədisi təhlil edən alimlərin gəldiyi qənaət bundan ibarətdir ki, bu kimi elmlərin əldə edilməsinin meyarı yalnız və yalnız təfəkkür etməklədir. Hədis açıq-aşkar göstərir ki, çoxlu oxumaq, çoxlu mütaliə etmək alim olmağa, elm əldə etməyə səbəb ola bilməz. Əlbəttə ki, bunun da müəyyən mərhələdə öz yeri vardır. İmamın buyurduğundan bunu əldə edirik ki, bir çox elmlər məhz bizim təfəkkürümüz, Allah və onun qüdrəti, onun nişanələri haqqında düşünməyimiz sayəsində əldə edilməkdədir. Və ya İmam Cəfər-i Sadiq əleyhissalam buyurur ki, Əfzəlul ibadəti ət-təfəkkur filləhi və fi qudrətih. İmam əleyhissalam bütün ibadətləri tərəzinin bir gözünə qoyur, digər bir gözünə isə Allah və onun qüdrəti haqqında düşünməyi daha üstün tutaraq buyurur ki, ən üstün ibadət uca Allah və onun qüdrəti haqqında düşünməkdir. Deməli, bu hədis onu göstərir ki, ibadətlər içərisində ən üstünü heç şübhə yoxdur ki, təfəkkür etməyimizdir. Hədisi Məhəmməd ibn Yaqub Əl-Kuleyni Usul-i Kafi əsərində nəql etmişdir. Deməli, buradan biz onu anlamış, başa düşmüş oluruq ki, təfəkkürün insan ruhuna, insan mənəviyyatına müstəsna təsiri vardır. Əgər diqqət etmisinizsə, bəzən insan ruhi halı ilə, xüsusi ilə də gecə ibadətlərində, özəl nafilə ibadətlərdə təfəkkürlə etdiyi, mənəviyyatla etdiyi ibadət onun ruhuna necə müsbət təsir edir. Amma bəzən görürsən ki, təfəkkürün zəif olduğu və yaxud diqqətini yayındıran bir yerdə etdiyin ibadət nə qədər rükû və səcdələrini, dua və zikirləri uzun etsən belə, sənin mənəviyyatına, sənin ruhuna, psixologiyana elə də təsirli olmur. Məncə, hər kəs bunun fərqinə öz ibadətlərində, necə deyərlər, varıbdır. Bəs araşdırmalarımız zamanı necə müəyyən etmişik ki, təfəkkürün bizim mənəviyyatımıza təsirləri vardır. Hansı təsirləri vardır?
araşdırmalar göstərir ki, təfəkkürün birinci təsiri insanın ruhi halınadır. Təfəkkür eləyən, əlbəttə biz bayaqdan bəri dediyimiz məsələlər üzərində təfəkkür eləyən, düşünən, yəni Allah və onun qüdrəti haqqında düşünən təfəkkürdən gedir söhbət. Yoxsa nəuzubillah şeytanın vəsvəsəsi ilə ağlımızda, qəlbimizdə meydana gəlmiş təfəkkürdən deyil. Deməli, xoş təfəkkürün birinci təsiri bizim mənəviyyatımızın paklaşmasına təsiri olur. İkincisi, təfəkkür imanı möhkəmləndirir. Əgər belə olmasaydı, nə Qur'anda, nə də məsumlarımızın mübarək kəlamlarında təfəkkür üzərində bu qədər dayanılmazdı. Şəxsən araşdırmalar göstərir ki, ibadətlər içərisində ən çox hədislər nəql olunub məhz təfəkkür mövzusunda və gecə namazı haqqında. Çünki bu iki şey həm də bir-birini tamamlayan başın bədənə olan nisbəti kimidir. Başsız bədən, bədənsiz baş olmadığı kimi təfəkkürsüz, idraksız məsələnin, yəni ibadətin, məsələn namazın mahiyyətinə varmadan onun həyata keçirilməsinin, icra edilməsinin bir mənası, necə deyərlər, yoxdur. Mühüm bir təsiri də qeyd etdiyimiz kimi insanın əməllərinədir. Təfəkkür edən insan öz əməllərini düzəltmiş olur. Deməli, təfəkkürün həm bizim zahiri aləmimizə və həm də bizim batini aləmimizə çox böyük, çox güclü və çox müsbət təsiri vardır. Ona görə də yaxşı olar ki, məsələn, gecənin bir aləmində durdun, dəstəmaz alasan, qiblə istiqamətində əyləşəsən, namaz qılmağa, ibadət etməyə tutalım halın yoxdur. Əyləşib Allah və onun qüdrəti haqqında düşünəsən. Bayaqki hədis, hansı ki biz onu Peyğəmbərimizdən nəql etdik, nə buyurdu? Bir illik ibadətdən üstündür. Oturmusan məsciddə, heyin hərəkətin yoxdur ibadət eləməyə, namaz qılmağa, məsələn zikr eləməyə və s. Ancaq düşüncələri yüklə Allah və onun qüdrəti haqqında. Peyğəmbər buyurur ki, bir illik ibadətdən üstündür. Və ya bayaq dediyimiz kimi İmam Sadiq əleyhissalam buyurdu, ən üstün ibadətdir. Bu onu göstərir ki, sənin məsciddə qıldığın, məsələn, 2 rükətli, nafilə, müstəhəb namazın vaxtı qədər Allah və onun qüdrəti haqqında düşünməyin həmən namazı savab baxımından üstələmiş olar. Burada bayaq xütbənin əvvəlində dediyim üçüncü mühüm bir nöqtə təfəkkürümüzə görə, düşüncələrimizə görə bizim haqq hesab verəcəyimiz və ya verməyəcəyimiz, bizim cəza alacağımız və ya mükafatlanacağımız haqqında xəbər varmı? Yəni Allah və onun Rəsulu, o cümlədən Rəsulullahın əhl-i beyti, imamlarımız bu mövzuda nələr buyurublar? Məsələn, mən oturmuşam burada, fikirləşirəm ki, keşkə, məsələn, imkanım olardı, filan kəsi həccə göndərərdim və ya onun filan müşkülünü həll edərdim və ya filan kəs xəstələnib, keşkə fürsətim olardı, gedib ona baş çəkərdim və s. Bu kimi xoş niyyətlərimizə görə, görəsən Allah bizə mükafat verəcək, yoxsa yox və yaxud nəuzubillah, nəstəğfirullah, fürsətim olardı filan kəsin evini yıxardım, yandırardım, öldürərdim və s. Görəsən, bu kimi mənfur niyyətlərə görə Allah bizə
cəza verəcək və ya bizi haqq hesaba çəkəcək, yoxsa yox. Əziz möminlər, bu təfsir əhlinin yanında, hədisşünaslarımızın yanında çox incə bir məqamdır. Çünki ayələrin zahiri, o cümlədən də bəzi hədislər, bəzi yerlərdə zahirən ziddiyyətli formada əlimizə gəlib çıxıb və bəzi yerlərdə biz görürük ki, bizim o kimi niyyətlərimizə görə mükafat və ya hesabımız vardır. Elə ayəni oxuyum diqqətinizə. Xatırladım ki, bu mövzuda Quranda bir neçə ayə var. Əlbəttə ki, vaxtın məhdudiyyətinə görə mən bir ayəni qeyd eləmişəm, maraqlananlar həmin ayənin təfsirinə müraciət edərlər. Və xatırladım ki, elə bu ayənin təhlilinə baxarkən böyük alim, mərhum Əllamə-i Təbətəbainin Əl-Mizan təfsirinə istinad etmişəm. Və digər təfsirlərdə də bu mövzunu siz alimlərin təhlili əsasında görə bilərsiniz. Ayə Bəqərə 284-cü ayədir. Uca Rəbbimiz buyurur ki, Lillahi mə fis-səmavati və mə fil-ard. Yerlərdə və göylərdə nə varsa, hamısı Allaha məxsusdur. Allahın mülkiyyətindədir. Və in tubudu mə fi anfusikum əv tuxfuhu yuhasibkum bihillah. Məsələ bax bu daha. Buyurur ki, qəlbinizdə, ruhunuzda, canınızda, içinizdə maraqlıdır ki, burada ayə nəfs sözündən istifadə edib. Gizlətdiyiniz və aşkar etdiyiniz nə varsa hamısından Allah xəbərdardır. İstəyirsiniz o içinizdə gizlətdiyiniz niyyəti, o fikri, o düşüncəni dilinizə gətirin, yəni zahirə gətirin, istəyirsinizsə gətirməyin. Allah deyir, heç bir fərqi yoxdur, mən o niyyətinizdən mütləq xəbərdaram. Yuhasibukum bihillah. Allah ona görə sizi hesaba çəkəcək. Bayaq dedim, niyyət edəsən, filan kəsə yaxşılıq edim. Deməli, bu ayə onu göstərir ki, niyyətini gerçəkləşdirə bilməsəm belə, onun savabı var. Ona görə də mən böyük fəqihlərimizin birindən bunu eşitmişəm canlı olaraq. Səhv eləmirəmsə, ondan sual soruşulmuşdu. Bir şəxs evindən çıxır, gəlir məscidə, məsələn, istəyir ki, məsciddə namaz qıla. Gəlib gördü ki, hansısa bir səbəbdən məsciddə namaz qılmaq mümkün deyil. Məsələn, məscid bağlıdır o anda. Həmin şəxsin savabı necə olur? Həmin şəxsin savabı elə məsciddə namaz qılmış şəxsin savabıdır. Çünki adam o əməlini gerçəkləşdirə bilməsə də, onun niyyəti məsciddə namaz qılmaq idi. Və biz bilirik ki, məsciddə qılınan namazla evdə qılınan namazlar arasında hansı savab baxımından fərqlər vardır. Deməli, ayə buyurur ki, qəlbinizdə gizlətdiyiniz o şər niyyətlərə görə fürsətim olardı, filan kəsin evin yıxardım, ona bir badalaq atardım. Niyyətindən keçsidsə, əgər tövbə eləmədüzsə, ayə buyurur ki, yuhasibukum. Yuhasib elə hesab sözündəndir. Allah sizi haqq hesaba çəkəcəkdir o niyyətə görə. Ardınca ayə buyurur ki, Allah kimi istəsə bağışlayar, kimi istəsə ona əzab verər. Çünki Allah hər şeyə qadirdir. İndi buradan sual çıxır ortalığa. Axı əməl gerçəkləşməyibsə, Allah nəyə görə həmin əmələ görə bizə cəza vermiş ola və ya bizi haqq hesaba çəkmiş ola? Alimlərimizin rəylərində, təfsirlərində müxtəlif fikirlər var.
Əllamə-i Təbətabai Əl-Mizan əsərində bu mövzuda gözəl bir ifadə buyurur. Mən qeyd etmişəm, 2-ci cilddədir. Maraqlananlar Bəqərə 284-də baxsınlar. Əllamə, Allah ona rəhmət eləsin, buyurur ki, Allah sizi onunla hesabat çəkər deyir ayədə. Yu'aqqibukum demir, yəni sizə əzab verər demir. Əllamənin nəzəri budur ki, pis niyyətlərimizə görə Allah bizdən sorğu-sual eləyəcək. Niyə pis fikirləşmisən filan kəs haqqında? Amma əzab verməyəcək. Əllamənin nəzəri bundan ibarətdir ki, ayədə iqab sözü deyil, hesab sözü işləndiyinə görə Allah bizi hesaba çəkər, sorğu-sual eləyər, amma əzab verməz. Ta ki, Allah eləməmiş, biz o pis niyyəti həyata keçirməyənə qədər. Amma bir məsələ var ha, o qiyamətin günündə bizdən olunacaq sorğu-sual. Yəqin ki, hamımız imtahana girmişik. Orta məktəbdən, ali məktəbə oxuyanlar varsa, ali məktəbə qədər. İmtahanda həyəcan hamımıza bəllidir. Hələ bu sadə dünya imtahanıdır. Onda qalmış ki, məhşər səhnəsində bizi gətirələr ki, səni niyyətinə görə sorğu-suala çəkəcəyik. Gör, bizim oradakı əhvalımız əzab verilməsə belə hansı hala düşmüş olarıq. Ona görə deyirik, Allahumma inni ə'udhu bikə min əzabil haşr. İlahi, məhşərin, həşir, dirilmə gününün əzab əziyyətindən sənə sığınıram. Deməli, qeyd etdiyimiz kimi, bu ayə onu göstərir ki, qiyamətin günündə mənfi düşüncələrimizə görə haqq hesab var, amma o əməli həyata keçirmədən onun üçün cəza yoxdur. Peyğəmbər, ali Peyğəmbərə salavat zikr eləyək. Mühüm bir nöqtə. Bilirsiniz ki, qiyamətin adlarından biri yawmə tubləs sərəirdir. Sirlərin faş ediləcəyi gün. Baxın, bu günləri biz bir-birimizi zahirən tərifləyə bilərik. Amma qəlbimizdə və yaxud da pərdənin o biri tərəfinə keçəndə Allah eləməmiş kimi düşüncələrimizdə, əməllərimizdə bir-birimizə qarşı xoşa gəlməz niyyətlər, əməllər edə bilərik. Qiyamətin günündə bu ayə onu göstərir ki, sirlər faş ediləcək və sən kimin haqqında hansı düşüncədə olmusansa, Allah onu həmin şəxsin qarşısında faş edəcəkdir. Bax, ona görə də əziz möminlər, gəlin niyyətimizi hər halda pak tutaq. Ona görə də şəriətdə sui-zən küfrə bərabər günah kimi təhlil edilib, xarakterizə edilib. Allah az qala hər surə başı bizi sui-zəndən, yəni pis gümandan, bəd gümandan uzaq olmağı tövsiyə edir, bizə əmr edir. Çünki bir şəxsin haqqında etdiyin bədgümana görə qiyamətin günündə səni üzləşdirəcəklər. Rəbbimiz sənin onun haqqında hansı niyyətdə olduğunu həmin şəxsə deyəcək. Qəlbdəki sirlər faş olacaq. Ayəyə diqqət edək, Adiyyat surəsinin 9-10-cu ayələridir. Ayə nə buyurur? Əfəla ya'ləmu izə bu'isirə mə fil qubur və hussilə mə fis sudur. Xütbənin əvvəlində oxuduğum bu ayə, əslində bütün xütbə bu ayənin üzərində qurulub. Allah buyurur ki, qəbirlərin alt-üst ediləcəyi gün, bu'isirə bir şeyin altını üstünə çevirməyə deyərlər, çevrildi. Yəni qəbirlərdən ki, insanlar qalxacaq
məhşər səhnəsinə toplanacaq. Ayə buyurur ki, وَحُسِّلَ مَا فِي الصُّدُورِ Sudur, sədr sözünün cəmidir. Sinəyə deyərlər, qəlbə deyərlər. Hansı ki, orada biz düşünürük, mənfi və ya müsbət. Ayə buyurur ki, hasil olacaq qəlblərdə gizlətdikləriniz, qəlbinizin içində. Fissudur, fi hərfi cərri bir şeyin daxilini bildirər. Məsələn, ənə fil beyt, mən evin içindəyəm mənasındadır. Qur'an buyurur ki, qəlbinizdə nələri gizlətmisinizsə, hussilə, hasil olacaqdır. Dilimizdə məhsul sözü var ha, həmən sözdəndir. Məhsul nədir? Tarlanı əkmişük, oradan məhsul əldə eləyirik. Bağ salmışıq, məhsul əldə eləyirik. Yəni, əkdiyimizi biçirik. Bu ayədə o qədər incə, lətafətli bəlağət yönündən və digər yöndən incəliklər gizlənib ki, əfsuslar olsun ki, vaxtın məhdudiyyətinə hamısını dilə gətirmək olmur. Ayənin sadə mənası ondan ibarətdir ki, ey insan, elə ki sizi qəbirlərdən, qəbrinizdən çıxacaqsınız, diriləcəksiniz, gələcəksiniz məhşər səhnəsinə, qəlblərinizdə olanları biçəcəksiniz. Yəni, o məhsulun faydasını görəcəksiniz, yaxşı və ya pis. Çünki qiyamət səhnəsi Zəlzələ surəsində də qeyd edildiyi kimi, nə əkmişiksə, onun məhsulunu biz görəcəyik. فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ Zərrə qədər, zərrə günəşli havada pəncərədən baxırsan, tozda dənəcikləri görsənir ha. O adi vaxtlarda görmək olmur. Onu belə Qur'an deyir ki, baxacaqsan, görəcəksən və çox maraqlıdır ki, röyət sözündən, rəa feilindən istifadə edib. Əyanı görüşə deyərlər. Hər bir əməlimiz, mən ötən xütbələrin birində də demişəm, özünün surəti var. Yaxşı əməlimizin yaxşı surəti, pis əməlimizin pis surəti olacaq. Elə edək ki, qiyamətin günündə biz o əməllərimizdən utanmayaq. Deməli, bu ayə onu göstərir ki, həqiqətən də etdiyimiz hər bir əməllərə görə biz məsuliyyət daşıyırıq və şübhə yoxdur ki, etdiyimiz bu əməllər qiyamət günü bizi ya Allah eləməmiş kimi utandıracaq və yaxud da inşallah ki, qiyamətin günündə həm niyyətlərimizin, həm də əməllərimizin bəhrəsini görəcəyik. Uca Allahı and verək öz izzəti cəlalına xatir, bizi xoş niyyətli bəndələrindən qərar versin. Uca Allahı and verək öz izzəti cəlalına xatir, bizi bədgümandan uzaq olmağa bizə yardımcı olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Salavat. Allahümmə salli alə Muhammed və ali